Vətən müharibəsi qəhrəmanı Kəlbəcərə usta kimi aparılıb aldadıldı. Akont 1 şirkəti onların pulunu vermir. Bir xəbər media Aziya Az saytına istinadən bildirir ki, Kəlbəcərdə işləyib pulunu ala bilməyən bir qrup usta aldanıldıqlarını iddia edirlər. Verilən məlumata görə onları qrup halında Kəlbəcərə Ceyhun Kərimovun apardığı qeyd olunur. Şikayətçi, yəni həmin qrupun rəhbəri 44 günlük vətən müharibəsinin qəhrəmanı Oruc Nurəlioğlu Hacıyev bildirir ki, Ceyhun Kərimov Kəlbəcər rayonunda yerləşən İsti Su Müalicə İstirahət kompleksi sahəsində qaynaqçı usta kimi işləyib, ərazini yaxşı tanıdığı üçün yaxşı pul qazanmaq eşqinə düşüb. Bu mənada Ceyhun Kərimov adlarını çəkəcəyimiz ustaların Kəlbəcər rayonunda yerləşən İsti Su Müalicə İstirahət kompleksi sahəsində işlə təmin olunacaqları barədə yağlı vədlər verib özü ilə sözgedən ünvanı aparıb. Əvvəlcə Akont 1 Qapalı Səhmdar Cəmiyyəti barədə qısa məlumat verək. İnternet üzərindən aparılan araşdırmaya görə şirkət böyük layihələrin icraçısı kimi nəhəng işlərin görülməsində təmsil olunub. Direktor Orxan Bağırov olan bu şirkətin hətta xeyriyyəçi şirkət olduğu barədə də məlumatlar yazılıb. İndi gələk mətləbə. Ceyhun Kərimov özü ilə gətirdiyi işçiləri fiziki şəxs Xəyal Ələsgərovla tanış edib. Qeyd edək ki, Akont 1 Qapalı Səhmdar Cəmiyyəti fiziki şəxs Xəyal Ələsgərovla 27 fevral 2026-cı ildə iş öhdəliyi barədə müqavilə bağlayıb. İndi isə gəlin görək fiziki şəxs Xəyal Ələsgərov kimdir? Müdafiə Nazirliyinin Ensaylı hərbi hissəsində nə az, nə çox düz 10 il gizir vəzifəsində poligon rəisi kimi xidmət edib. Özünün verdiyi məlumata görə ailə vəziyyəti üçün 2 ildir ordudan təxris olunub. 1 ildən artıqdır müxtəlif yerlərdə malyar kimi işə başlayıb, orta təhsilidir, tikinti mühəndisliyinə aid nə təhsili, nə də iş təcrübəsi var. Xatırladaq ki, Prezident Ali Baş Komandanın Qarabağa qayıdış dövlət proqramı çərçivəsində regionda böyük tikinti layihələri həyata keçirir. Belə bir nəhəng layihənin icrasına isə sabiq gizirin rəhbərlik etməsi gülünc doğurur. Adamın kollec təhsili, hətta iş təcrübəsi belə yoxdur. Sual yaranır, belə bir naşı adamın bu boyda nəhəng layihənin icrasına rəhbərlik etməsi görün hansı fəsadların əmələ gəlməsinə şərait yaratmış olur. Bu işdə kimlər maraqlıdır? Budurmu ölkə rəhbərinin quruculuq siyasətinə dəstək? Görünən mənzərə isə tam əksini göstərir. Bu boyda məsuliyyət tələb edən, nəhəng və memarlıq baxımından prezidentin dəmişə ifadə etdiyi Kəlbəcər rayonunda yerləşən İsti Su Müalicə İstirahət kompleksi sahəsində tikinti və digər işlərin görülməsi niyə belə bir təcrübəsiz və mühəndislik təhsili olmayan adama həvalə edilib? Üstəlik, onunla şirkətin baş direktoru arasında rəsmi müqavilə də bağlanıb. Adam da mütəxəssis qismində elan verərək iş təcrübəsini yoxlamadan adamları işə cəlb edib və müqavilənin şərtlərindən irəli gələn öhdəliklərin icrasına başlanılıb. Ammasının əmmasına isə şikayətlə tanış olandan sonra öyrənməyə nail olacaqsınız. İcraçı ustaları 12 aprel 2026-cı il tarixində işə cəlb edir, 20 nəfərə yaxın adam işə başlayır. Aralarında bağlanan şifahi müqaviləyə əsasən bir ay iş günü ərzində 2 dəfə avans şəklində ödəmələrin olacağına söz verilib. Hətta əmək müqaviləsi belə bağlanmayıb. 15-20 gün işlətdikdən sonra işçilərə verilən vədə görə pul verə bilmirlər. Söz-söhbət və şikayətlər elə həmin gündən başlayır. Xəyal Ələsgərov fikirləşir ki, şikayət olarsa əsas zərbə elə onun üzünə dəyəcək. Bu mənada 25 aprel 2026-cı il tarixində işçilərlə müqaviləni rəsmiləşdirir. 15 gün sınaq, 1 aylıq rəsmi müqavilə şərtləri ilə cibi boş evlərinə qayıdan və şikayət üçün qapı döyməkdən yorulan ustalar hələ də onlara məxsus pullarını ala bilmirlər. Oruc Nurəlioğlu Hacıyev, Nahid Tapdıqoğlu, Xəlilov, Knyaz Yusifoğlu, Quliyev, Rüfət Vidadoğlu, Mustafayev, Samir Alxanoğlu, Vəlixanov. Əmək müqaviləsinin 31 may 2026-cı tarixinədək 1 ay 7 gün müddətində bağlayıblar. Qısa olaraq onu da qeyd edək ki, Oruc Nurəlioğlu Hacıyev 44 günlük vətən müharibəsinin qəhrəmanlarındandır. Torpaqların işğaldan azad olunmasında iştirak edib, amma indi biriləri həmin torpaqlarda döyüşüb qəhrəman kimi tarixə düşən veteranı alladıb, pulunu vermir. Şikayətçilər bu işdə tez-tez layihə rəhbəri olaraq Akont 1 Qapalı Səhmdar Cəmiyyətinin təmsilçisi Asif İsmayılovun adını çəkirlər. Bu barədə Akont 1 Qapalı Səhmdar Cəmiyyətinin əlaqə nömrəsinə dəfələrlə zəng etməyimizə baxmayaraq nə Orxan Bağırovla, nə də Asif İsmayılovla əlaqə yarada bilmədik. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.